Baxdım bu video kadrlara. Vallahi ne deyim, soyuq tər bastı mənə. Çox hirsləndim, əsəbləşdim. İstədim başlayım milli mentalitetdən filan beşməkan, amma ki, nə milli mentalitet? Milli mentalitetdən artıq, necə deyərlər, heç izi tozu da qalmayıb. Gedin, çıxın, baxın, görün, şəhər nə gündədir də. Yəni, bunun kimi, bu atlanıb düşənlər var, doludular, yəni ki, səhnədə, şəhərdə, küçələrdə, barlarda, restoranlarda, yataqlarda, nə bilim, otellərdə, başa düşdünüz də məni, doludular. Yəni ki, ucu bucağı yoxdur, bir deyirlər, iki deyirlər, sellə Azərbaycanın bütün bölgələrindən gəliblər, zəbt eləyiblər hər yeri, televizor açırıq, onları görürük, interneti açırıq, onları görürük. Yaxşı, bunlara bir quş quşun üstündədir, quşlardır, hər yerdə uçurlar, uça-uça gəliblər buralara. Söhbət ondan gedmir, söhbət ondan gedir ki, bu konserti, yəni təşkil eləyənlər, təşkilatçılar kimlərdir bunlar? Hə? Bunlar yəni başa düşmürlər ki, milli mentaliteti yəni qoydum bir qırağa ki, bu cür nə? Yəni ki, bax səhnədən bu atlanıb düşür orada, orasını burasını açıb atlanıb düşür orada. Neyin fonunda? Yəni bunlar başa düşmürlər ki, bunun bu hərəkəti bizim əziz şəhidlərimizin ruhuna, xatirəsinə hörmətsizlik yox, birbaşa söyüşdür, təhqirdir. Bunu anlamırlar, qanmırlar. Yəni o qədər insanların arasında təşkilatçıların, nə bilim, musiqiçilərin, orada iştirak eləyənlərin heç kimin ağlına gəlmir ki, heç kim başa düşmür, kordular, kardular ki, bax bu dağa nə baş verir orada. Bunu görən yoxdur. Hə? Bunları hamısını tutub içəri basmaq lazımdır, ya xuliqanlığa görə. Vallahi. Bunlara, bax bunu kim ki bunu təşkil eləyib, kim ki görüb göz yumu buna, onları hamısını məsuliyyətə cəlb eləmək lazımdır. Yeri gəlsin, maddələri də tapmaq olar. İndi baxın o videoyu görün. Bu qədər, qəlbdən qəlbə.